Esselamu Aleyküm video izleyenler. Alpina C38 motopiladı. C38 3800 Porsche silindir deməkdir. Porsche silindiri yanmıştı. Porsche silindiri dəyişmişəm. Bu Porsche'lər tək kolsa olur. Kolsa görürsüz Porsche'nin içərisinə girib. Bunun səbəbi nəyə görədir? Çox adamlar yəni belə işlədir motopila. Motopilanı işlədəndən sonra nə edib ki, motopilanın axadı söndürməyin. Yerində bir 3 dəqiqə kimi işləsin. 3 dəqiqə kimi yerində saxlayanda bu kolsa da içərisinə girmir onda. Yəni səbəb buna görədir. Yağı düzgün qatır, yağı 1 litrə 50 qram qatır. Yəni yağa görə də öldü. Motopilanı işlədib qutarandan sonra naxadı söndürmək olmaz. Ehtiyac olsa Porsche silindiri var məndə. Ben niyə burasını kəsmişəm? Prokladka düzəltməyə görə kəsdim, ölçü götürmək üçün. Öz prokladkası sırılmışdı, ona görə bu formada kəsib elə qoyub o dringlitin üstünə işarə götürmüşəm. Onun üçün kəsmişəm. Porsche'ni də ot biçənin 4000 Porsche'nindən biraz balacadır. Bu ot biçən Porsche'nidir. 4000. O Porsche'nindən azca fərqi var. Gücü yəni yaxşıdır, pis öldü gücü. Benzin filtrini dəyişmişəm. Benzin filtrləri bu formada olur. Bu benzin şlankıdır. Bu da karbüratordan gedən şlankdır. Karbüratorda dəyişmişəm. Karbüratorları valbro olur. Üstünü söküb götürmüşəm. Valbrolarda havanı silindirdən götürür. Yəni şlank vasitəsilə götürmür bunlar üstdən. Görürsünüz valbro karbüratordur. Üstünü söymüşəm. İndi kodlayıb işləməyini də göstərəcəm. Karbüratoru 5200 karbüratoru qoymuşam üstünə. 5200 olan karbüratorlardır. Bu benzin soskası işləmir onda, pramoin olur. Yəni buna ehtiyac olmur. 5200 karbürator qoyub işlətmək olar, amma yöntəm var quraşdırmağın. Yəni nətər əldə olmaz. Yəni ziyanı zadı heç nəyə yoxdur quraşdıranda. Bir dənə də kodlayım baxın. 1-2 dəqiqə kimi qaz, 1 dəqiqə kimi qazda işləyəcək. Yəni qazda işləməyin ziyanı yoxdur. Motor isinənə qədər qazda işləməlidir. Pasos çəkirik arxaya. Benzin soskasına fikir verin. Görürsünüz, benzin kaçatlamır. Yəni bunlarda ehtiyac yoxdur benzin kaçatlama. Bu karbüratorlarda. Ya Allah. Pasosu qaytarıq yerinə. İsinənə qədər sıfırlanmalıdır. Motor isinənə qədər. Gördünüz baza düşdü. Motor isinənə qədər sıfırlanmalıdır 1 dəqiqə kimi. 1 dəqiqədən sonra safety yanmalıdır. Yəni bu formada işləyir. Sonra bir şey də videonu saxlayıb göstərəcəm. Bu benzin soskasını göstərəcəm bunu. Onu çıxardacağım yerindən. Benzin soskasını çıxartdım yerindən. Görürsünüz ləğv eləmişəm. Yəni bunsuz kodlanır. Öz karbürator amma soskalı olan karbüratorlardandır. Buradan gedirdi soskanın şlankı. Baxın bu formada da kodlayayım. Yəni buna ehtiyac yoxdur.
motor istidir. İsti olanda benzin kaçatlamaya ehtiyac yoxdur. Bütün motorlar elədir. Yəni şlanklı olanlarda da bunu da çıxarsınız, yenə xodlanacaq. Sadəcə bunu göstərirdim ki, yəni bunu ləğv eləmişəm. Bunu elə belə qoyuram ki, bura motorla pis görsənməsin burada. Qaydasında olsun. Yerinə keçirtməyəcəm. Keçirtmək çətindir. Telefon bir əlimdə olduğu üçün. Yəni ehtiyac olsa Porsche silindiri var məndə. Karbüratoru yoxdur. Kim istəsə yəni sifariş verə bilər. Temuda var bunun karbüratoru. Yoxdursa da 5200 karbüratoru qoyub işlətmək olur. Videonu izləyənlər, bəyənənlər sağ olun.